Federal onun var. Bu diş pastasının biri daha var. Bunu da Temu'dan almışım. Bir kere şeydi. Şu artık şey ne olacak? Pastasına bir karışık hamuruşka. Valla. Sence abi onun şu an değil derim ya bu tuzaklarının şekli var. Bu diyor esas lazım olan bana pasportası. Bu ne diyor bu emek ve ehalinin sosyal neyi? Bu yani şeydi böyle. Bu neydi böyle? Kadınlar. Ne içindi? Öyle mi bilirəm bunu? Bunun kurtarlarını da tulluyorum hani ya da birini veririm birine. Bunu da şunları da var idi. Aslında bir de şey, pahalı şey alabilir. Nerede onlardı? Bu benim şeydi. Tırnak tutarımdı. Tırnak yok, manikürüydü yanımda. Tırnağım manikürüydü yanımda. İyi ha, bunlar durur hele. Bunlar boğazımın altını böyle eləyirəm. Dərli qırışmasını kömək edir. Bu əl kremidir. Bunu qoyun bura. Verərəm birini işlətmirəm. Stanokara gitti. Stanokara gitti. Stanokun başıdır. Siyah. Bu üst kremidir. İyi salfetkalardı bunların hem salfet. Bu diş pastası bundan işledirim geçekti. Bu da üst kremimdi. İçeride Saletka 19%. Lazeri gedirsen Stanok. Lazere yok. Stanok'u ben neye alırım hemşe. Asıl hiç ne. Ben lazım olur adama. Sessiz sorular vermem ha. Bax uşaqlar, gavalı dənəsi gətirmişəm. İraqda bir gavalı yemişəm, elə şey keçərdə yeməmişəm. Deyə ha, salfet kepüküf dənəsini gətirmişəm, gətirəməkəm. Gedim bunu tezləkim qəşəkcənə. Bəlkə bitdi də. Yenə də deyim, İraq diskidir. Deyə ha, qoyuram buna, parfüm qəşəkcəm. Aman gözüm. Şey getirmişəm, Kərbala torpağı. Bu da diş şotkamdır. Bununla mən dişimi sürtürəm. Bir nəfər təsbih verdi, kişi xeyli axsan təsbih oynadı. Geçəkdir. Təsbih oynadacam. Görmez, deyək ha. Gavalı dənəsi yaman xoşum gəlirdi, oteldə verirdilər. Dənəsini yığırdım ki, nə parvəkəcəm, görəm bitəcək. Niyə tez gedib gəlibsən? Niyə tez deyəndə 10 gündür da, gedib aylarla qalacım o istedi orada. Getdim İmam Hüseyin'e bir fəzağanı ziyarət elədim, gəldim. Bir Kərbalasını getirmişəm. Bundan da tırnağımın qırağını manikür edirəm. Ayağımı zatımı pedikür edirəm. Ağır mı arkadaş? Şey oldu. Misafirlikler artığı diye göre. Diye oradan beri bir ehsan verirdiler, ona göre götürmüşəm. İmam Hüseyin ehsanı verirdiler, götürüp getirmişəm.
da mənim üz maşınkamdır. Özümə bir təzəsi, mənə bir kim ala bilər, az qəşəng bir dənə maşınkam, üzüm zadı maşınkayım. Çox tüklənirəm. Biriniz bir kömək edeyim mən. Başım da iyi bir şampundan yuyuram. Qəşəng şampun deyil, gözəlliyi var. Saçını eləyir ipək kimi. Gümüş yüzüyüm, əjdaha. Bunu saxlamışam, Nadir Qafarzadəyə verəcəm. Mənə əjdahadır, prosto işlətməmişəm deyə qaralıbdır. Sürtən kimi olur, gümüşdür. Nadir Qafarzadə əjdahadır axı. Bu da şeydir ya, pipetkadır. Pipetka cücənin burnuna şey dökməyə, həm də nəsə lazım olan onu saxlayıram. Belə işlər. Ev məsələ zirzibildən doludur. Ev zirzibildən doludur. Bunu saxlayıram, bir də lazım olur. Qalın geçə xarab olmayan, tez xarab olmuyor. Lazım olmayan nəsə içine bir şey koyuyorum. Siyah. Ne da var? Evet. Razılaşma. Kimden razılaşmışım, ne razı? Şey değil diyesen bu biliyorum. Bu şey değil diyesen. Tolluyor mu göremi? 20'si. Az bir şey değil diyesen nerede o şey götürmüştüm. Yok dursun da buradan ben lazım olur neyse. Bilmedim nerede tekrar. O silpimdi, bu neye açardı? Burada da üzüğüm var. Yumurta şeydi. Yumurta tırnaklandı. Şöyle. Onu da tuluyma. Tamam. Ja вже надоел. Я уже надоел. Надоел. Gidip bir çay içim acaba. Yoruldum Allah'a. Benim hele çok enerjim yoktu ha. Çok enerjim yoktu. Saç şampuanı göster. Ama yemişten madde bir. Bilmem, hava dardan geldi üstüne bak. Yüzüne geldi Allah hakkı. Bir başı kaçırıyor. Məftun. Koltuğun altı görsənir. Görsənsin də tərtəmizdir. Lazer olmuş, bir də tüysat da çıxmır. İsti de olma, az burada ne isti var? Bu isti diyorlar. Siz Irak'ın Ərəbistan istisini görəsiniz. Gətirdiyin təsbihləri göstər. Gösterdim de bəyəklarım. Nefesim kesildi, alıp başım getdi yüzə. Məftun, səndən küsmüşəm. Almanya'da sağ 50 kez olamıyorum. Sen ne tersen? Külək kəsib məfi. Külək sotuna gəzir. Aha, bundan yığandı. Demək yığır. Sen ne şirinsən. Salam qadınam. Sen Allah başındaki şalı çıxart. Senin xətrini çıxardıram. Ay Allah. Bu bildiğim koltuğumun altı görsənməsin, ayıqlı qız var.
Oh, ne güzel. Bu belime bağlı. Düşüp geliyor, belimden düşer yere. Oh. Başımda terliği bir yanamıyorsun. Allah memurla verdi. Bir de yemekten memurla verdi. Yani bu benim şiddi yemiş aldım, yemiş aldım. Harma göre Allah'ım hamısını ki anam yesin. Vitamin de meyve yesin. Çünkü o şey nedir? Dava dermanlar hamısı kimyadır. Bu təbii şey yesin ki kanını təmizləsin. Ben senin bayatın koftandan bir şey anlamam ha. Her gün bir tamam ya. İndi anladın. Size sen anlatacağım tamam. Anladın. Bir şey başa düştü ha. Hı? Kuz koftası al sen ölüyor. Allah kovan koftası kim dalamışım. Abiye keşek bir hoşum geldi. Fatime çok seviyorum. Kız koftası. Yok gelin koftası. Elif'e çok zor takip ediyoruz. Daha kurban olma. Ad ve soy adını yazınlar. Benim adımı Gülbeniz Aybeniz olan Sevengiz kızı. Müjdat sağ var. Kalak süleyemeyeceğim. Vaatimi öpürəm səni ürəyim. Çok sağ ol. Məfi indiki yemişin tadı yok da. Ərəbistanda yemişiydim Irak'ta. Yemiş birisi nətərdi? Sabun kimi. Belirləyirsən, bax biri elə bir sabun işləyirsən. Düzdür, dadı yaxşıydı. Prosto oran yemişi elədi. Ben bizimkini girsin bana xırta-xırt deyil. Onun yerisine yapsa sabuna batırsan dişini. Baxara bir şeydi. Ama tadı yaxşıydı. Çoğu qarpız yedim oradan. Qama çox sağ qadınam. Irak'a gitmişim, Irak'a. İş yaptım dersin. İş melek devlet herifler restorana. Arif'in çok sağ. Şu an madde inisiyafatım ne olar? Şeye gitmiştim ne diyeyim. Bir restorana devlet herifler. Prostu şeydi. Prostu. Sesim batıftı. Sesimde problem var. Neye öpürəm seni? Salam kazanam. Gel. Aha. Bizde yaşlanınca babuşka gidiyorsan. Peki sabah gittim. Bilmiyorum. Kardeşime deyim TikTok'ta yapılırlar. Bilmirəm, Nəzirin Nazda. Oxuya bilmirəm, səsim çıxmır. Bir də ki, nəfəs almamda problem var. Oxuyuram, nəfəsim tutarır. Aladı bilim. Zorla, gülürəm, nəfəsi zorla Allah'ın. Bilmirəm. Namaz kırsan evdeyim. Allah köməyiniz, sağ ol canım gözüm. Kardeşim var, yok kardeşim olsaydı burada ne gezirdim? Şimdi ben iş tapmıştı, aparmıştı karısı yanına. Soyadını yaz. Neye göre diyorsan aynı sevda. Soyadını neyini sen nenen kullan. Niye sesim yapayım valla bilmem. Belakamdan değil. Ulaşmak. Her biri
Məftun İbrahimli. Sağ qurban olmaz. Belə qızlarımız var. Mənə köpək yerinə çox qızlarımız da. Azərbaycan xanımlardır. Kül kainatın şahı. Allah bizim xanımlarımızı qorusun. Allah haqqı ilə mərhəmətlidir. Pisi də yaxşıdır. Umarım. Vəzara doyur. Vəzara neyini ne oldu Vəzara? Allah Vəzarı hidayət eləsin. Vəzarı düzdür, münasibətimiz pisdə hal-hazırda. Amma xətrini çox istəyirəm. Niyə? O günlərim deyir ki, az mən namaz qılmasam da Ramazan ayının ehtiramını saxlayıram. Məhərrəmliyin ehtiramını saxlayıram. Namaz qılana hörmət edirəm. O şeyine görə onu çox istəyirəm. İnsana baxanda bilirsən ki, bunun içində nur var. Nur. Hə. Allah hidayət eləsin, namazda qılsın. Allah haqqı, hə. Bu dünyada bütün insanlar böyle hamımız. Hamımızı Allah seviş yaradı. Şefqa Məftun İbrahim'le hara yazmıyım, canlıdayım. Məftun İbrahimli. Məftun Lela sənə pul atır. Deyirəm də ürəyim Məftun İbrahimlidir qadınam. Burada yaza bilmirəm axı mən elə sizə baxmayın. İbrahimli yaza bilmirsən, İbrahimli. Biriniz yazın da ay dostlar, İbrahimli yazın. İbrahimli yazın, bu görsün. Az niye görüşürsünüz, yazın da lan. Ya, yazdılar. O kimdir sanmır, yok atırlar. Hariçte de ona göre. Allah hakkı he. Hariçte mahem şehil atırlar. Karşıdan atana at surat istəyir, düz deyir. Təvəllüd istəyir. Amma həmişə təvəllüdümü səhv deyirəm, amma gəlir pul. Təvəllüdümü həmişə səhv deyirəm, amma gəlir pul. Əsas soyadlı bir də addır. Təvəllüdüm demirəm də qardaş, göz dəyirəm ha. Deyirəm 18 yaşım var, deyirlər buna bəxtəvər 18 yaşındadır, hələ körpədir. Hələ indindir dünyaya ki, göz açıbdır. Deyirsən 60 yaşım var, deyirlər buna baxa, bəxtəvər qocalmır, gül kimi qalıbdır bəxtəvər. Onu qızı yaşım deyirlər. Vallahi ...32 yaşında. Bir yaşımı bildirer. Yemişim. Böyle yemişim. Kilosu 80 qəpiydi. Böyle. Bir mahsat elədim. Azra'nın yerinde yaşamak 300 kaldı. Az elə bildim 300 milyon kaldı. Elə. Onu deyirsən. Üzüm yedim ama Allah hakkı verdiğine anam taxta akşam geçeceğim yaptım. Böyle elimden narahatı üzük taxanadım değil axı. Mənim anam ne saçına kraska vurmaz, ne geçen gördüm mənim anam. Ne kosmetikadan istifadə edən deyil, ne böyle kırkızıl taxan. Dedi ki şeydi. Al özün tax. Mən de olsa gözüm bundaydı. Ürəyimdən oldu. Tez aldım taxım. Qaqam mücikdir. Narahat olma. Maftın boş yer var qurğunda. Bekle babaşı qurğdan çıxartdım, sən salaram. Maftın öpürəm səni, Moni. Salam xatuş. Arzuma doyur. Allah az yaxşı yadıma saldı. Avtobusda yol gələ-gələ demişəm bir video çəkəm. Allah arzuma kömək olsun. Bir belə kimsə yıxılanda üstündən vurmayın, adamın ayağına baltalamayın. Adamı her birinizin başına gələ bilər o şey.
O heç kəs istəməz ki, kimisə ölümünə səbəb olsun. Başa düşürsünüz? İndi Arzum da neynəsin belə verəndə, indi o da mən gördüyümə görə o sürətlə gəlibdi. Onun buradan yiyəsinə, o dünyasını dəyişənin Allah rəhmət eləsin. Onların sahibinə də, ailə üzvlərinə də demək istəyirəm ki, insan da onu qəsdən öldürməyib, gedib maşını qəsdən vurmayıb onun maşınına. Dönəndə o da şey olub da, indi mən də sabah yol qəzasında da ölə bilərəm. Hamımız bir yolla bu dünyadan obsi bir yerə gedəcəyik. Bu onu qəsdən öldürməyib. Yəni bu şey hamının başına gələ bilərdi. Qəzada olar, ölərdi də, salamat da qala bilərdi. Və yaxud dönəndə o vurub Arzumu öldürə bilərdi. Arzum belə vuranda o gəlib Arzumu öldürə bilərdi. İndi həyatda hər şey ola bilərdi. Heç kəs elə şeydən sığortalı deyil. İndi bu da belə-belə eləmir və belə dönəndə da belə dönüb yüksək sürətlə gəldiyinə görə idarə etməni itiribdir. Məndən xahiş edirəm ki, onun şikayətini götürsün. Bir yolla razılaşsınlar, məclisinə Arzum pul versin, yola versin, qəbir üçün düzəlsin. İndi həyatda da ola bilər. Da bağışlamıram, neyləmirəm. Yazıq, onun da 4 dənə körpə uşağı var. Yazıqdır. Amma insandır da, hər bir insan xəta eləyə bilər. Hər bir insan səhv eləyə bilər. Səhv eləmək yaşa baxmır ki, Allah haqqıya elə yaşlı adamlar elə hərəkət edir ki, deyirsən, bu da saqqalının danışığına, bunun hərəkətinə bax. Allah kömək olsun, yazıqdır. Azərbaycan qadını da ən azından. Elə biz düzdür, yoldaşlığım yoxdur, biz bir-birimizi belə yayından tanıyırıq. Amma insandır da, Allah özü kömək olsun. Kaş onu ölü gəlsin, şikayətini geri götürək ki, bunun da problemi olmasın. Yazıq körp uşaqları var. Bir qəsdən eləməyib və geri qəsdən onu vurmayıb və maşınla. O möhkəm gələndə idarə etməni itirir. Qəzadır da olubdur. Mən deyil, o günlərim Samalyotda gələndə, Samalyot verirlərdi, millət nətər çığırışsa, mən də qışqırdım, qorxduma açığı. İnanma, Samalyot verirlərdi, bax belə elədi, bax belə gəldi dağa tərəf, az qaldı ki, dağa dəyə. Bir də təzləndən belə qalxdı, Allah'ın olsun. Getdi belə belə, bax belə düz yerə, ilağı, ağlayan, qışqıran, zəhrim yarıldı, təyyarə Allah'ın olsun. Nəcəfdə Məşədə gedən, gələndə. Ümumiyyət o da qəzada ölə bilərdi, qəza eləyə bilərdi. Allah uzaq eləsin, Allah uzaq eləsin. Ay Allah, heç kimin başına gətirdim. Elə qorxdum, nətər. Kimi atattım, çox sağ olurəm, amma gəlməyibdi. Ehtiyatlı olmaq lazımdır. Günah səndə olmasa da ən azından öz təhlükəsizliyini qorumaq lazımdır. Həyatda da olur. Sibiska zdravya. Çox sağ ol, öpürəm səni. Sefka, Allah haqqı gəlmir. Qulqəsini deyərəm, aşkım. Üzündəki şıramdı, məsələn, özürlə deyifdən, amma deyəm, başıma deyifdi, üzümə deyifdi. Ama mənim effektim gedib, o görsənir. Effektim gedib bir şey. Ürəyimin üstüdür, bax, buradan bura kimi. Allah haqqı. Tərtənin baynisasına getdim, pensiya düzəltməyə qoymadılar. Arıqlamışam, özümə arıqladıram. Atalar deyil, geyməyə çağırıq, gəzməyə arıq. Arıq adam rahat olur, sağlam olur, təzyiq olmur, yaxşı rahat olur. Arıqlamışam, o da çox arıqladım. Öyle de səhər gün orta axşam yemək yedim, doğayan kimi. Ne vakit ne? Babuşka bilmem. Sen İyon'la ne diyeyim sana? Neye göre pensiya istiyorsan? Gülle deftir ama ikinci, üçüncü dereceli el eleme. Valla diye ha içinde ekmekte qəlpələr var, qırmalar var. Yaxşı zevka, yaxşı qadınam.
Bizde karşılaşanda geç gelir. Yok falan dinlemem. Əlaqəm yoxdur. Ben bir dəfə kesmişəm əlaqəmi. Bilirəm. Tuladına hep yoxlan gelsin. Sen hansı tərəfdə olmuşsan duyuşda? Tərtərdə. Sevinərsən. İnşallah, inşallah cümləmiz. Yok, almam pensiyon. Allah hakkı diye böyle bir efektini etmişti görsendi. Bu Mehmet'ime de teteriyimden ha. Ya, Ermeni buradaydı. Oradan bize bakardı. Allah hakkı. Bütün dövüşlerde burada olmuşum. Ve her bura buranın şeyi kırılmıştı. Buna bak yarısı yok idi oranın. Dövlət gəlib düzəltdiribdi. Bax şifrə bax. Qonşuya düşmüşdü. Oo, nə gün deydiler. Ay Allah. Yıtıranlığım yoktu ya. Hoş gün olsun. Üle emanet asmaz. Ne tersin katınam? Yerdi. Sen evimde məmən olsan bəli. İşte onun tamam. Ama şeyim çıktı. Yani. Ama şeylemişim de hizmetim oldu. Ne vakti yaş olsa ama yok. Bir meyve yiyirəm karıqlıyım uşaqlar. Çox kökəlirəm. Müğənni adamam. O günlerin babaş geldi, özümü ölçtüm babaşın ad gününde. Quyruq zat yedim. Bir de baxım 146'ya qalxıb. Kökəldikçə adamda təzyiq yaranır. Oo, bu neydi? Ay baba, bu pamada niye başına yaranır burada? Bunu ben neler edeyim yoxa çıxsın? Bu nedir şey da? Bunu Allah qeyrət edirəm. Bacım efendim pişimi deyir. Herhalde bir bağlar da var. Burada 4-5 tane bunun havası yuxa çıxardır. Bu sev pişikdir. Bu bağlarda saxlayabilməz o pişik yazdıracağım. Allah haqqı. Mənim pamukum mənə əmələ gələn pişikləri saxlaya bilmir bu pişik. Səhnə Məhərrəm aydı qadınam. O bir imamın yedisi çıxsın, biraz gitsin ayıqdır. Ördək saxlamıram. Niyə saxlamıram? Burada qalmıram da. Və sənətimlə məşğul olacağım. Ağzım tərəfdən almışam. Bir manat almışam, bir tane yemiş bile. Mərdun daim oğlu əməliyyat olub, ora gediyor. Allah da oğul daim oğluna kömək olsun inşallah. Allah şəfasını versin cəmi xəstələrinə, ay Allah, ilahi pərverdigarı. Ya Şafi, ya Şafi. Adını Qarabağlıyım da. Müğənni Səmətin, bəli. Müğənniyin başqa şeyləri də bacarıram. Onu da bacardım. Nəyi məsələn? Nağıla çalmaqdır, rəqs eləməkdir, mahnı bəstələməkdir, oynamaq da hamısı. Füzuli'den, kimle gitmiştim Füzuli'ye? Büyük Bəhmənli, Bala Bəhmənli. Nə bilməm o kəntlərin adı nədir? Zovçu qəsəbəsi. Yadıma çıxmıyor kəntlərin adı, olmuşam. Heradiz. Evi təmizləmişsən, yok. Təmizləyəcəm.
bəyənirəm. Füzuldan belə baxırsan şey görürsən, ne İran? Klarını çalışırsan, yol olurman, nəfəs alətləri çalıqım da. YouTube'da var mahnılarım da oldu gibi da. Onun da düzenliktir. Niye okumuşam? Nereden bir sonu diye. Koşmayalım. Bu dakika koşacağım. Gözde. Yiyeyim işi yiyeyim. Az bu yerimi kusardım. Biliyor musun ya? Sağ ol abi, öpürəm. Ləzzət edir, sesli sözlər yazana ki, cevap vermirəm ya. Seviyeli adamlar her zaman cevap qaytarmır, yadınızda saxlayın. Cevap vermeyin her adama. Seviyenizi gözləyin. Məni görürsünüz, canlılarda bir dənə söz deyirlər. O mənlə hansı canlılaşam ki, məndən danışır. Heç nə cavab qaytarır, nə bir şey deyirəm. Deyirəm ki, o danışsam. Mən o vaxt pis olaram ki, məndən heç kəs danışmır. Unutulub getmişəm, hafizələrdən çıxmışam. O danışsınlar. Demək, mən varam ki, qabaqdayım ki, mənlə danışırlar. Yoxsa elə belə tanınmamış adama kimdir danışan onun haqqında? Yox, bu danışınlar. Bir danışırlar, danışınlar. Yoksa izləyicilər mən yaxşı tanıyır ki, mən nətər alamam. Sən mahnını bəstələyirsənsə, mən müğənnilərin mahnını satmıram. Bir dənə işləmişəm, Arzu Mələklə, Nisə Qasımov ilə işləmişəm. Müğənnilərin çoxu mənə deyib mahnını. Bir dəfə Qarayla istədi verdim. Orada o mahnını oxumuşam, sonra özüm oxudum. Fark Ağayev dediğim aslında yaxşı mahnıdır, prosto ki bu çetvertondur da ve ərəb tipli mahnıdır. Orada mən də oxumamışım bir mahnı. O səpkidə. Mənə 3-4 tane mahnı bir seçim edeyim. Ondan sonra mən oraya getdim, başım qarışdı. Anvar Ağayev çox suyum. Çox yaxşı, məddən insandır. YouTube'da var ya, evveller nicede çaşkın gezerdim, geceler uykusuz kalıp dözerdim, hayattan, rüzgardan. Okuyamıyorum, sesim batıftı. Boğazımda neçə vaxtı deyirəm, ya uşaqlar problem yaranır. Daha ona göre. Kalbim görüm ben.